Ukrayna ilə Rusiya arasında mümkün sülh danışıqlarının uğursuzluğa düçar olması ölkədə daxili qarşıdurmaya səbəb ola bilər. Belə bir ehtimalın mövcudluğu Almaniyanın nüfuzlu Der Zeit nəşrində yer alıb. Nəşr danışıqların pozulmasının Ukraynada siyasi və hərbi xaosa yol aça biləcəyini yazır. Məqalədə qeyd olunur ki, kapitulyasiya danışıqları hökumətin süqutuna səbəb ola, orduda isə parçalanma yarana bilər. Nəticədə bir hissə Rusiya ilə döyüşməyə davam edəcək, digərləri təslim olacaq. Bəziləri isə Moskva ilə hətta əməkdaşlıq yolunu seçə biləcəklər, yəni seçəcəklər. Bu isə Ukraynanın ümumiyyətlə parçalanma, belə deyim də, o vaxt Azərbaycanın xanlıqlara parçalanmağı kimi səfəvlərdən sonra, yəni belə bir ssenaridə Ukrayna bir neçə hissəyə bölünə və ölkə daxilində yeni münaqişə ocaqları yaranaraq vətəndaş müharibəsi alovlana bilər və Ukrayna bir neçə hissəyə bölünsün, onsuz da hamı Ukraynadan öz payını almağa çalışacaq. Çünki bildiyiniz kimi Ukraynanın müasir ərazisi Sovet dövründə üç ölkənin hər elə ki, Polşadan, Macarıstandan, o birisindən biraz götürə-götürə Ukraynanı yaradıblar. Onlar da öz torpaqlarını geri istəyə bilərlər.